Hörmətli dinləyicilər, dəyərli müəllimlər, əziz valideynlər və sevimli məktəb yoldaşlarım. Bugün Gələcəyin İşığı FM radiosunun efirində Azərbaycanın milli təhlükəsizliyinin və ictimai nizamının təminatında mühüm rol oynayan bir sahəyə diqqət yetirəcəyik. Mən Əliyeva Nuray, 7B sinif şagirdi olaraq Azərbaycan Respublikası Miqrasiya orqanları işçilərinin Peşə Bayramı gününü sizə təqdim edəcək, onların fəaliyyətinin əhəmiyyətini və cəmiyyət üçün daşıdığı strateji dəyəri geniş təhlil edəcəyəm. Azərbaycan Respublikası miqrasiya orqanları ölkəmizin milli təhlükəsizliyini qorumaq, vətəndaşların hüquqlarını təmin etmək və beynəlxalq miqrasiya standartlarını tətbiq etmək baxımından həlledici rol oynayır. Bu orqanların fəaliyyəti yalnız qanunvericiliyə əsaslanmır, həm də humanist prinsiplərə, etik normalara və elmi yanaşmalara söykənir. Müasir dövrdə miqrasiya məsələləri qlobal xarakter daşıyır. Statistika göstərir ki, dünya üzrə hər il milyonlarla insan həyatının müxtəlif mərhələlərinə köç edir. Bu proseslər dövlətlərin iqtisadi, sosial və siyasi strukturuna birbaşa təsir göstərir. Azərbaycan Respublikası miqrasiya orqanları isə ölkəmizin sərhədlərini qorumaqla yanaşı, hüquqi prosedurların şəffaflığını təmin edir, vətəndaşların təhlükəsizliyini və rifahını qoruyur. Bu orqanların əməkdaşları yüksək peşəkarlıq və vətənpərvərlik nümayiş etdirərək miqrasiya siyasətinin düzgün həyata keçirilməsini təmin edirlər. Onlar qanunvericiliyin tələblərinə riayət etməklə yanaşı, elmi əsaslı metod və təhlillərdən istifadə edərək hər bir mürəkkəb vəziyyəti dəyərləndirir və optimal qərarlar qəbul edirlər. Miqrasiya orqanlarının fəaliyyət spektri çox genişdir. Sərhəd nəzarəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı, miqrantların sosial inteqrasiyası, eləcə də beynəlxalq əməkdaşlıq və məlumat mübadiləsi. Bu sahədə statistik göstəricilər göstərir ki, ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, həm ictimai asayişin qorunması, həm də vətəndaşların hüquqlarının təmin edilməsi baxımından mühüm uğurlar əldə olunmuşdur. Əziz dinləyicilər, miqrasiya orqanlarının fəaliyyəti yalnız texniki və hüquqi aspektlərlə məhdudlaşmır. Onlar həm də sosial məsuliyyət daşıyırlar. İnsanların təhlükəsizliyi, qanuni statuslarının təmin olunması, həmçinin miqrantların sosial müdafiəsi və inteqrasiyası onların əsas vəzifələrindən biridir. Bu isə cəmiyyətin rifahının təmin edilməsində əvəzsiz rol oynayır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası miqrasiya orqanları müasir texnologiyalardan istifadə edərək xidmət keyfiyyətini yüksəldir, informasiya təhlükəsizliyini təmin edir və vətəndaş məmnuniyyətini artırır. Rəqəmsal idarəetmə sistemlərinin tətbiqi nəticəsində müraciətlərin operativ həlli, məlumatların qorunması və hüquqi prosedurların şəffaflığı təmin olunur. Bugün biz də vətənpərvərlik və dövlətə bağlılıq nümunəsi olaraq miqrasiya orqanları əməkdaşlarının peşəkarlığını, fədakarlığını və məsuliyyətini qeyd edirik. Onların fəaliyyəti cəmiyyət üçün elmi və praktik əhəmiyyət kəsb edir. Hər bir əməkdaş yüksək etik və hüquqi standartlara riayət etməklə dövlətimizin imicini qoruyur və xalqımızın rifahına xidmət edir. Əziz məktəb yoldaşlarım, miqrasiya orqanlarının fəaliyyəti strateji baxımdan əhəmiyyətini nəzərə alaraq hər birimizin həyatına təsir göstərir. Biz bu sahədə çalışan insanları təqdir etməli, onların işinin mürəkkəbliyini və dərin mənəvi məsuliyyətini dərk etməliyik. Onlar yalnız qanunun tətbiqini deyil, həm də ictimai rifahın təmin edilməsini, vətəndaşların təhlükəsizliyini və ölkəmizin beynəlxalq nüfuzunu qoruyurlar. Mən Əliyeva Nuray, Gələcəyin İşığı FM radiosunun efirindən sizə səmimi salamlarımı çatdıraraq Azərbaycan Respublikası Miqrasiya orqanları işçilərinin Peşə Bayramını qeyd edir və hər bir əməkdaşın fədakarlığını yüksək qiymətləndirirəm. Yəni onların xidmətini dəyərləndirək, məsuliyyətli, vətəndaşlıq və dövlətə bağlılıq nümunələrini gündəlik həyatımıza tətbiq edək. Tarixi, qanuni və mənəvi irsimizə sahib çıxaraq gələcək nəsillərə nümunəvi vətəndaşlıq örnəyi göstərək.